وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Mühtərəm müsəlmanlar, ən birinci təqvalı mavzu çağırır. Və Quran-ı Kərimi oxuyanda, ümumiyyətlə sünnə oxuyanda görürsən ki, Allah Subhanahu taala bizi xəbərdarlıq edib və deyir, nə edəyək, nə etməyək, nədən çəkinək, kimlərə tabi olaq, kimlərə tabi olmayaq. Onların hamısı bəyan olunur. Quran-ı Kərim aydın kitabdır. Həmçində sünnə də aydındır. Əsas nə lazım idi, Quran bizə deyib və sünnə deyib. Ona görə din kamildir. Lakin həmçinin çəkindiyi məsələlərdən ki, bizə buyurublar, Quran, sünnə ki, buyurur, ehtiyatlı olan dünyadır. Dünya və onun zinəti. Çünki dünya və onun zinəti aldadıcıdır. Və insan da imansız insan və ya imanı zəif olan insan rahat olmaq istəyir, rahatçılığı axtarır. Və görürsən ki, başlayır, dünyaya başı qarışır və dünya aparır onu. Dünya belədir. Fikir versən, laqeyd yanaşsan aparacaq səni. Ona görə Allah Subhanahu taala buyurur ki, dünyaya və onun zinətini aldanmayın. Və insanlar da görürsən ki, cürbəcürdür. Biri, hər kəs rahatçılıq axtarmaq istəyir, biri rahatçılığı səfərdə axtarır, biri rahatçılığı malda axtarmaq istəyir, biri rahatçılığı nədəsə axtarır. Lakin onlar müvəqqəti damısı. Lakin əbədi rahatçılıq deyil. Əbədi rahatçılıq imandadır. Nə olur olsun, iman səbəb olur sənin qalmağına, sabit qalmağına, özünü həlaka atmamaq var və s. Və ona görə qardaşlar, Allah Subhanahu taala buyurur ki, lakin insanlar qəribədir, yəni elələr var ki, hələ dünyaya bağlıdır, dünyaya baxır və axirəti fikirləşmir. Və axirətdə də hətta şəkk eləyir. Necə müşriklər deyirdi. Müşriklər deyirdi ki, in hiyə illə həyatuna dunya və mə nahya namutu və nahya. İn hiyə illə həyatuna dunya namutu və nahya və mə nahnu biməbusin. Yəni onlar deyirdilər ki, bir dənə var elə bu dünya həyatıdır, nə var bu dünyadır. Ölürük, dirilirik, ölürük və biz bəhs olunmayacaq. Yəni qiyamət günü həşr olunmayacaq. Şək yoxdur ki, təbii ki, kim bu cür fikirdədir, onun sonu çox da heç də yaxşı olmayacaq. Çünki xeyr və rahatçılıq və gözəllik Allah Subhanahu taala əmrlərindədir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm əmrlərindədir. Çünki ondadır xeyr, ondadır bərəkət, ondadır ləzzət, ondadır cənnət və s. Və insanlar da qəribədir. Müvəqqəti ləzzəti, müvəqqəti rahatçılığı əbədi ləzzətlə, əbədi cəhənnət, əbədi rahatçılıqla dəyişirlər. Və insan qəribədir. Və mühüm məsələlərdən həmçinin qardaşlar, qadınlara aiddir, qadının libasıdır. Çünki qadınlar dünyaya meyillidirlər. Dünya və dünya zinətlərinə. Ona görə şəriət, onlar üçün ayrıca ayələr, ayrıca hədislər var, qadınlara aid ki, ehtiyatlı olsunlar. Və ona görə onlara müəyyən əhkamlar, xüsusi əhkamlar fərz edib şəriət. Və səbəblər də çoxdur ona görə. Ən birinci olan fitrəsindən budur ki, zinətli əşyalara meyillidirlər. Yəni zəiflikləri bu cəhətdən zəifdirlər. Və həmçinin, səbəblərdən həmçinin dinə tutunmaları da zəif olur görsən. Səthi olur. Dinə yanaşmaları, öz havalarına uymaqları daha güclü olur. Öz nəfslərinə uymaqları. Və həmçinin görürsən ki,
o ayələrə, o hədislərə əsas sığınırlar ki, o ayələrdə rəhmət ayələridir, bağışlanmaq ayələri və s. Onlara əsas gətirirlər ki, Allah Taala bağışlayacaq bizi. Və o səbəbdən görürsən ki, libasa riayət eləmirlər əsasən. Və həmçinin meyillidirlər məsələn, ümumi yerlərə, məclislərə. Bunların fitrəsindədir. O qadın ki, Allah və Rasulunun əmrlərinə tabi olmasa, azıb gedir. Azıb gedir bu cür səbəblərlə. Necə özünü qoruya bilər qadın ki, imanda qalsın, sabit qalsın, belə şeylərdən çəkinməklə. Və həmçinin qardaşlar, təbii ki, bunun səbəbləri var qadınların belə olması. Həmçinin səbəblərdən görürsən ki, kişinin öz qadınına münasibəti, diqqətsizliyi səbəb olur qadını azmağına. Bu da səbəblərdəndir. Həmçinin səbəblərdən düzgün rəfiqə seçməmək. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem hələ o vaxtı deyib ki, kişi dostunun dilindədir və baxsın kimlə dostluq edir. Həmçinin qadın da rəfiqə seçəndə özünə baxmalıdır ki, o rəfiqə ki, hansı ki, onun imanı yada salsın, axirətin azmağına səbəb olmasın. Hər adamla durub oturmaq olmaz. Ona görə qardaşlar, şəriətimiz müəyyən əhkamlar tərtib edib, qurub, onlar üçün, onlardan da ən vacibi, ən əsası hicabdır. Hicab qadına hörmətdir, qadının qorunmağı üçündür, onun xeyri üçündür. Qadının xeyri üçündür. Ona görə qadın imanı saxlamaq üçün müəyyən səbəblərə sıxınmalıdır. O səbəblərdən ən birinci imanı artırmaq üçün itaəti artırmalıdır. Asilikdən çəkinməlidir. Və xüsusən də o şeylər asiliyə aparırsa, o səbəblərdən çəkinsin. Və o qədər, nə qədər şeylər var, nə qədər asiliklər var ki, səbəbdirlər. İnsan hərdən hiss eləmir ki, səbəbdir. Elə bilir ki, yox, mənə azdırmaz, amma azdırır. Və məsələn, baxır televizorə, çox şeylərə, olmaz, qadın gərək özünü qoruya. Hərdən verilişlərə baxsan, subhanallah, deyirsən ki, yəni ölkədə kişi yoxdur, yəni. Yəni verilişi aparanlar, zat görürsən ki, deyirsən, bu ölkədə kişi yoxdur məyər. Yəni, buna baxan yoxdur məyər. Heç olmasa bir, elə adamlar qoyulmalıdır ki, çünki cəmaat baxır ondan ibrət götürür bəziləri, baxır ona, özünü oxşatmaq istəyir. Heç olmasa adam, elə adamlar qoyursa ki, yaxşı adamlara oxşatsınlar özünə, cəmaat. Ona görə bu televizordan heç də xeyri, çox şeydə xeyri yoxdur. Yəni, çəkinmək lazım. Xüsusən də qadın, hər şey baxmağa düzgün deyil. Özün qorusun. Allah subhanət hələ buyur ki, وَلَا تَبَرَّجْنَا تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَى Əl-əyə. Yəni, qadağanlayıb hicabsız, hicaba riayət eləməmək dinimiz. Əhzab surəsi 59-cu ayə və həmçinin başqa ayələr, həmçinin hədisdə hicabı fərzdir qadın üçün. Qadın geyiminə fikir verməlidir. Və əsas da hicabda nəyə fikir verirsin? Bütün bədəni örtülü olmalı. Çünki qadın əl, biləyəcən bir də üzdən başqa hamısı övrətdir. Hətta qadın qadınların yanında çox açıq-saçıq olmaz. O ki, qaldı kişilərin yanında, naməhrəmin yanında. Ona görə qadın gərək bütün hər yanı bağlı olar. Bu vacibdir. Və həmçinin nəyə fikir verməlidir qadın? Hicab taxanda, birinci hicab taxmalıdır. İkinci, dar olmamalıdır hicab. Yəni, bədəni bildirməməlidir. Yəni, şəriət bunu sənin xeyrivə deyib, zərərvə yox, səni qorumaq üçün deyib. Və s. Dar olmamalıdır. Və həmçinin şərtlərdən, hicabda şərtlərdən
şəffaf olmamalıdır. Çox nazik və şəffaf olmamalıdır. Bu da şərtdir. Və həmçinin şərtlərdən qadın bayıra çıxanda gərək ətirlənməməlidir. Ətir vurma olmaz qadına, bayıra çıxanda vur ətir. Öz yoldaşının yanında, məhrəmlərin yanında. Amma bayıra çıxanda olmaz. Hətta hələ bir hədis var. Pis söylənir orada o hələ qadın üçün. Yaxşı söz deyil o. Ki çıxır, ətirləri çıxır və yanından keçənlər o duyurlar. Ona görə Allahdan qorxsunlar. Həmçinin qadın öz qeymində nəyə fikir verməlidir? Fikir verməlidir ki, çox belə şöhrətli olmasın. Xüsusən də bayıra çıxanda əba. Çox belə şöhrətli lazım deyil. Seçilmək və ya kafirlərin geyiminə oxşamaq və s. Belə şeylərdən gərək çəkinə. Peyğəmbər sallallahu aleyhi ve sellem qadağan eləyib. Oxşamağı qeyrilərlə. Deyib ki, kim özün başqalarını oxşatsa onlarlandır. Və həmçinin qardaşlar, başqa. Bunlar əsaslardır. Yəni, şəriət elə belə sənə əmr etməyib bu geyimi. Sənin xeyrin üçündür. Sənin iffətli qalmağın üçündür. Və lakin həmçinin, təbii ki, kişilərdən də çox şey asılıdır. Qadınların zəifləməyi kişilərdən asılıdır. Ona görə Allahdan qorxun. Allaha tərəf gedin. Asilikdə heç birisi fayda yoxdur, ancaq zərər. Xeyr Allaha itaətdədir, Peyğəmbər sallallahu aleyhi ve sellem itaətdədir. Allah subhanət hələ bizə işin faydalardan etsin. Allah subhanət hələ xalqımıza hidayət versin. Allah subhanət hələ müsəlmanlara kömək olsun.